Bugün Qabıllı kəndindən olan qəhrəman şəhidimiz Baş Leytenant Qasımov Hamid Oruzoğlu'nun mövlud günüdür. Səbəblərə görə Tovuz xanım bugün burada iştirak etmir. Lakin mən belə görürəm ki, şəhidini sevən, onun xatirəsini əziz tutan hər kəs burada iştirak edir. Allah hər birinizdən razı olsun. Şəhidlərimizin ruhu salavatını yad eləyək. Bismillahirrahmanirrahim. İnna cailun fil ərzə xəlifə və sədəqəllahul əliyyül əzim. Salam olsun Həmid bala sənin mövlud gününə. Hacı Həsənalı həqiqətən də çox gözəl, dəyərli sözlər dedi. Mən Əla Muhammedin və Ali Muhammed. Allahümmə salli əla Muhammedin və Ali Muhammed. Allah cəmi şəhidlərimizə rəhmət eyləsin. Allah qazilərimizə şəfa versin. Allah ordu əsgərlərimizi müzəffər eyləsin inşallah. Şəhid Baş Leytenant Həmid Oruzoğlu Qasımov 1994-cü ilin may ayının 11-də Şərur rayonunun Qışlaq Abbas kəndində dünyaya göz açıb. İbtidai təhsilini 2001-ci ildə Qışlaq Abbas kənd tam orta məktəbinə gedərək başlayıb. Hər birinizi salamlayıram. Dəyərli şəhid valideynləri, şəhid anaları, şəhid ataları, şəhid yarıları, şəhid övladları və bu tədbirimizdə şəhid anamızı, Tovuz bacımızı tək buraxmayan bütün şəhid severlər. Allahın salamı, salavatı, rəhmi, rəhməti, mərhəməti daima sizlərin üzərində olsun. Üzlərindən öpürəm. Şəhid xanımlarının alınlarından öpürəm. Allah Həmid balamızın, bugün biz Həmidin nuruna yığışmışıq. Həmidin ruhu çağırıb bizi bura. Bu qəhrəman balaların timsalında Qurbanın, İbrahimin, Həmidin, cəmi şəhidlərimizin məkanı cənnət olsun. Ruhları şad olsun. Şəhidlik uca məqamdır. Bunu hər kəs bilsin. Fikirləşin ki, cəhbədə hər atılan güllə bizə dəyəcəkdi. Şəhidlər, qazilər, hərbiçilərimiz keçdi onun qabağına. Bəs biz nə elədik? Biz şəhidlərimizi belə mi yad elədik? Şəhidlərimiz bizə tək torpaq qaytarmadı ki, bizə şərəfimizi, namusumuzu, bizə qız gəlinimizin yaylığını qaytardı. Bugün hələ yenə də döyüşlər gedir. Yenə də bilmirik başımıza nə gələcək. Allah ordumuzu qorusun, Allah oğulları qorusun. Bəli, biz yandıq. Yəni o külü verdilər əlimizə, biz diyar gəzirik. Bizim təsəllimiz yoxdur. Dünyanı mənə versələr, bir damcı mənim zərrə azalmaz təsəlli. Ancaq ki, mənə təsəlli o olardı ki, burada bütün Qabıllı kəndinin milləti olardı. Kəngərli rayonun dövlət işçiləri, hər kəs burada olardı. Bütün müəllimlər kollektivi ilə, məktəbi ilə burada olardı. Mənə o təsəlli olardı. Bugün buradan Həmidin məzarı başından Tovuz bacımıza sonsuz tükənməz səbr arzulayıram. Allah qalanları qorusun. Allah bütün şəhid sevərləri qorusun. 2 il yarımdır bizim yanımızda olan Naqib müəllimi, Hacı Həsənalı qardaşımızı, Səmanı, Fəridəni, Almaz xanımı, yəni Fəxrəddin müəllimi, yəni burada duranlar Şəmsəddin müəllimi, yəni hər zaman sizi biz yanımızda görmüşük. Allah adını çəkə bilmədiklərində məni bağışlasın, yəni sayılacaq dərəcədədir. Allah hər birimizdən razı olsun. Burada iştirak edənlərin, hər birinin ölənlərindən Allah rəhmət etsin. Həmid qardaşımızın cənnətdəki 3-cü mövluduna əlaqədar toplaşmışıq. Allah bütün şəhid analarına, şəhid atalarına, yaşlarına da sağlam və qismət eləsin ki, şəhidlərimizi
Əvvəla hamınıza xoş gəlmisiniz deyirəm. Bugünkü gündə mən çox bir qürur, hərbiçi olaraq, bir xüsusiyyətli olaraq qəlbimdə böyük bir qürur hissi yarandı. Həqiqətən də düzdür, şəhid anaların qarşısında, şəhid ataların qarşısında çıxış etmək mənim üçün böyük bir məsuliyyət, bir çətin bir işdir. 2 il bundan əvvəl mən burada çıxış edəndə Həmidin böyük olduğu kimi qardaşından xahiş eləmişdim, Həmidin Facebook səhifəsini vermişdi mənə. Mən açdım onu, çıxışımı elə onun Facebook səhifəsindəki statusları ilə apardım. Deyirəm ki, bugün Həmidi, Yaqubu, İbrahimi və sair şəhidlərimi mən sevmirəmsə, məni Allah sevməz. Subhana rabbika rabbil izzati amma yasifun ve selamun alel murselin velhamdülillahi rabbil alemin. Ayaklarınız var olsun, hakkınızı alalım. Hamımızın karşısında baş eğdim. Sağ olun.